Traderlar, təlim videomuza xoş gəldiniz. Deməli, sizə izah edəcəyim çox gözəl bir şeydir. Hansı ki, inşallah psixologiya və bu ticarətdə bizim bir çox bildiyimiz situasiyalardan necə uğur qazana bilərik. İnşallah birinci növbədə bizə lazım olan birinci növbədə bizə psixologiyadır və çünki çoxumuz düşünürük ki, biz bu qədər texniki analizlər bilirik, biz müəyyən şeyləri bilirik. Dəstək dirənciləri bilirik, FVG-ləri bilirik, MFVG-dir, order blokdur, breaker blokdur və bir çox strategiyalar bilirik uşaqlar və bunu əsasən bildiyimizə əsasən də biz uğur qazana bilmirik. Səbəb nədir? Uşaqlar, çünki biz səbirli olmuruq. Birinci növbədə səbirli ola bilmədiyimiz üçün uşaqlar bildiyimiz bir çox şeyləri gözləmədən əməliyyatlar icra edirik və bu da gətirir bizim düzgün əməliyyat açmamıza gətirib çıxarır. Yəni düzgün əməliyyat aça bilmirik və uğursuz əməliyyatlar icra edirik. Nə etmək lazımdır? İnşallah texniki analizlərinizi apardınız, müəyyən səbəbləri var. Məsələn üçün, dəstək və direnç zonalarınızı təyin etdiniz. Gözləmirik. Misal üçün belə bir şey deyim. Deyək ki, biz belə bir gəlin sizə belə bir şey göstərdim. Deyək ki, hal-hazırda biz burada əməliyyat açmaq istəyirik. Qırılma zonası baş verir. Qırılma zonasından biz əməliyyat açmaq istəyirik. Gəlin keçək, başlayaq, analizlərimizi edək. Deyək, biz düz mən keçmişdən analiz edirəm, amma bunun fərqi yoxdur. Siz gələcəkdə də analiz buna uyğun ola bilər. Biz baxırıq görək burada nə var, nə baş verib. Uşaqlar, biz burada biz buradan güclü bir direnç çizgisi çizmişik və burada əlavə edək. Lap minimum, hətta biraz aşağılardan biz buradan dəstəyimizi götürək. Deyək ki, bu zonalarda oynamalarımız baş verib. Gördüyünüz kimi, deyək ki, belə bu zonalarda bizim xırda bir oynamalar baş verib və belə bir situasiyalarımız var. Və uşaqlar, biz gözləmirik. Niyə? Çünki səbirsizlik. Yəni, çoxumuz buralardan başlayırıq, necə gəldi əməliyyat açmağa. Buradan nələrsə təyin edirik və başlayırıq bu zonalardan əməliyyat açmağa. Amma biz gözləməliyik. Çünki bu ticarətin ən gözəl, yəni uşaqlar, səbirli olmaqdır, təmkinli olmaqdır və nə qədər çox gözləyə bilsəm, bir o qədər texniki analizi dəqiq şəkildə aparacaqsan və əməliyyata girdiyin zonalarda güclü olacaq. Hansı ki, sənə qazanc verəcək, 70% və yaxud da ki, belə deyək, 70% və yaxud da ki, 80%-lik uşaqlar uğurlu əməliyyata açmamızı kömək edəcək və əlbəttə ki, səbir. Və biz gözləməliyik. Qırılmadan sonra əməliyyatlarımızı icra eləməliyik. Bu, birinci növbədə şərtdir. Və yaxud da ki, burada biz bir boşluq tapmışıq. Deyək ki, biz burada bir FVG-miz var. FVG-dən sonra əməliyyat açmalıyıq. Amma gözləmirik. Təəssüf olsun ki, biz burada gözləmirik və əməliyyatımızı haradan gəldi açmağa başlayırıq. Yəni, biz yaxınlaşırıq. Biz buradan FVG-dən əməliyyat gözləmirik, buradan əməliyyat açmağı gözləmirik. Çünki biz çoxumuz buradan başlayır, yəni yuxarı gedindik, yuxarı buradan əməliyyat açacağıq və yuxarı doğru əməliyyat gözləyirik. Deyək belə, bunu dəyişək, biz yuxarı açmaq istəyirik. Stop lossumuzu belə bir olanda çox dəxilsiz olur, əlbəttə ki, bunu eləyənlər var. Belə bir əməliyyata girirlər və buradan əməliyyata girirlər, belə bir stop loss qoyurlar və take profit'i də belə götürməyi düşünürlər. Yox, bu düzgün deyil. Ona görə sən əməliyyatı sadəcə korreksiyadan, geri dönüşdən əməliyyatı icra eləyə bilərsən. Çünki burada bizim, məsələn üçün, güclü bir zonamız var. Hansı ki, bu zonadan biz əməliyyat aça bilərik. Və əlbəttə ki, əməliyyatımızın giriş və stop loss, take profit təyinatlarımız düzgün olmalıdır. Buna uyğun da biz əməliyyatları açıb, düzgün şəkildə əməliyyat icra edə bilərik. Və yaxud da ki, qırılma zonasının əməliyyat açırıqsa uşaqlar. Qırılma zonasının təsdiqini tapmağını mütləq şəkildə gözləməliyik. Belə bir qırılmadan əməliyyat açmaq istəyiriksə, uşaqlar, sadəcə olaraq gözləmək lazımdır. Belə bir situasiya baş veribsə, belə bir qırılmadan sonra uşaqlar, sadəcə gözləyin, hər hansı bir əməliyyatınız təsdiqinizi tapsın, strategiyaya uyğun, başlayırsınız, uşaqlar, əməliyyatınızı ona uyğun icra etməyin. Yəni, sizin bildiyiniz çox şey var, amma səbiriniz yoxdur, disiplininiz yoxdur və balans idarə edə bilmirsiniz. Amma bilirsiniz ki, bizdə uşaqlar var, tələbələr var, deyir ki, müəllim, mənim öyrətdiyiniz strategiyalardan çox şey bilirəm, amma mən qazana bilmirəm. Niyə qazana bilmirsən? Sənin disiplinin yoxdur və balans idarə etməyin yoxdur. Ona görə sən nə edirsən? Düzgün şəkildə balans idarə edə bilmirsən və açdığın əməliyyatlarda çox dəxilsiz olur. Çünki niyə uşaqlar? Gəlin sizə belə bir şey deyim.
əsəbli və qrafikaya yaxınlaşanda tez bir zamanda əməliyyata girmək istəyiriksə biz, belə bir hadisə baş verir. Əgərlər deyək ki, əməliyyat açmaq istəyirsən bugün, yanaşman belə olur. Sırf görəcəm bugün uğur qazanacam, okey, buna razıyam. Amma yaxınlaşman belə olur sənin. Yaxınlaşırsan, buradan analiz edirsən. Yəni bu lazım deyil bizə, uşaqlar. Bu məsafədən analiz lazım deyil. Yəni bu TradingView platformasının özellikləri çoxdur. Ona görə biz biraz qrafiki kənardan izah eləməliyik, kənardan analiz eləməliyik və baxmalıyıq. Böyük time frame-də, əlbəttə ki, şərtli böyük time frame-də baxmaq. Biz buradan nə görə bilərik? Biz buradan görürük ki, belə bir zonamız var, trend zonası var və trend zonasının qırılması var burada. Fikir verirsiniz uşaqlar. Yaxınlaşırıq bura, biz buradan nə əməliyyat icra edə bilərik və ona yaxınlaşırıq, ona baxırıq. Belə bir qırılma baş veribsə, biz buradan uğuru necə qazana bilərik? Yaxınlaşırıq, diqqətlə baxırıq, bədən olaraq, şam bədən olaraq bitirib və bizim burada əlbəttə ki, güclü zonamız var və bizim burada dəstək zonası var. Dəstək zonasını, qırılma zonası baş verib, trend qırılma zonası, dəstək zonasını qırıb və rahatlıqla uşaqlar əməliyyatımızı açırıq. Buradan da biz xeyrimizi mütləq şəkildə götürürük. Yəni mən bu günlər burada deyək, misal üçün əməliyyat açdım və belə bir uğur götürdüm. Yaxınlaşdım. Görün nə gözəl. Görün nə gözəl toxunuşlar baş verib və uşaqlar və bir daha qırılma və yenidən aşağı doğru əməliyyat. Həm burada gördüyümüz kimi pattern yaradıb və belə bir qırılma ilə və əməliyyatımızı buradan açıb biz uğurumuzu təyin edə bilərik. Yəni bir çox qırılma zonaları var və hətta uşaqlar diqqətlə yanaşmalarımızı etsək biz burada biz çox şeylər görə bilirik. Misal üçün biz buradan bu mumdan götürsək, burada bu mum bizim üçün order blok adlanır. Order bloka toxunuşdan sonra aşağı düşüş var və yaxud da ki burada uşaqlar bizim deyək ki belə bir FVG zonası var. FVG zonasından sonra və aşağı düşüş baş verir. Sadəcə olaraq gözləmək lazımdır uşaqlar. Səbirli şəkildə əlbəttə ki bunu mütləq gözləmək lazımdır. Və inanın ki nə qədər çox səbirli olsanız bir o qədər uğur qazana biləcəksiniz. Yəni baxmayaraq ki siz bir çox strategiya bilirsiniz, səbirliniz yoxdursa, disiplinli şəkildə ticarət edə bilmirsinizsə və balans idarə etməniz yoxdursa, siz hər zaman itki ilə qarşılaşacaqsınız. Ona görə nə edirik uşaqlar? Düzgün şəkildə analizlər gerçəkləşdirir və səbirli. Bir şey nəzər edin ki, uşaqlar, siz buradan qazanc əldə edirsinizsə, əgərləri buradan uğurlu ticarət edib yüksək qazanclar əldə etməsinizsə, burada siz nə etməlisiniz? Burada disiplinli olmalısınız, burada səbirli olmalısınız. Yəni bir şey düşünün ki, gəlin sizə belə bir izah edeyim. Sən hər hansı bir yerdə işləyirsən, deyək ki, fərqi yoxdur, hər hansı bir yerdə işləyirsən, günlük qrafiklə işləyirsən, 8 saat və yaxud da ki 9 saat işləmə sənin qrafikin var və həmin bu saat içərisində səni 30 rubla disiplinə. Yəni səhər saat 8-dən çıxırsan, bunu silək, saat 8-də çıxırsan və məsələn saat 6-da evə dönüşün olur. Total işləmə saatın, işə gediş saatın və işdən çıxış saatın bəlli olunur və həmin iş saat içərisində səni yəni necə təlimatlandırıblar, sən o qaydada başlayırsan işləmək və bu disiplinə oturursan və səbirli olursan, sənə söz deyirlər, qəbullanırsan, belə sımasan, yəni nə deyirlərsə onu eləməlisən. Çünki bu işdir, əlbəttə ki, hər bir işdə eləncədir. Yəni sənə tapşırıq verirlər, o tapşırığı yerinə yetirməlisən. Bu işi bu gün görməlisən, bunu eləməlisən. Bunu sənə izah edirlər və sən bunu eləyirsən və səbirli şəkildə. Ola bilər arada əsəbləşərsən, eləyərsən, o öz yerində. Amma sən nə edirsən, yəni bu ticarətdə bir növ bunu düşünürsən ki, sən gəlmisən bu ticarətə 1 saatlıq qrafika yanaşman olmalıdır, hansı ki analiz eləməlisən. Dəqiq şəkildə analiz edirsən. Analizin sənin uğurlu olur. Deyək ki, analizin təsdiqini tapdıq. Əməliyyata giriş və düzgün təyin edirsən və short açırsan. Və stop loss, aydındırmı? Və take profit zonasını təyin edirsən. Bu qədər. Gözləyirsən, xeyrivi götürürsən, kənara çəkirsən və yaxud da ki, stop edir. Təzdən yanaşma edirsən. Stop loss'un eyni qiymətdə olmalıdır, itiriləcək məbləğin və take profit'un. Yəni, 1'ə edirsənsə, 1'ni 2'yə edirsənsə, 1'ni 3'ə edirsənsə, standart, stabil strategiyan olmalıdır və axıra qədər də belə getməlisən. Çünki inanın ki, uşaqlar, bunu davamiyyətlə eləyəndə insan hər zaman uğurlu olur. Ona görə nə etmək lazımdır? Düzgün şəkildə analiz edirik və səbirli olub qrafikə yanaşma tərzimizi də düzgün etməliyik. Çünki niyə? Uşaqlar, bu qrafikdə gördükləriniz inanın ki, təkrar baş verir, təkrarlamalar çox olur, qırılmalar çoxdur, qırılmalarda əməliyyata girmək olur. Niyə çox adam uğur qazana bilmir? Niyə çox adam bunu olarsa, niyə hər adam uğur qazanar da belə düşüncədə olsanız? Uşaqlar, əlbəttə ki, hər adam səbirli ola bilmədiyi üçün
Bu brokerlər insanları qəşəng pulları mənimsəyirlər və bu şəkildə də özləri mənfəət əldə edirlər və siz əlbəttə ki, əli boş qalırsınız. Ona görə nə etmək lazımdır? Düzgün analiz, səbir, psixologiya öz yerində, yüksək enerjidə və gəlirsən bu platformaya götürürsən, çıxırsan. Yəni xeyrivi götürdün, profildə yatmırsan. Yəni bu brokerdə yatmırsan. Bu brokerdə nə qədər çox pulu dövr edəcəksənsə, bir o qədər sən itki ilə qarşılayacaqsan. Ona görə götürdün, çıxdın, itirdin, çıxdın. Bu olmalıdır. Başqa bir yolu yoxdur bu ticarətin. Ən əsası da uşaqlar, disiplinli ticarət. Özünüzə müğayət olun. Allaha əmanət. Ümid edirəm ki, inşallah köməyinizə çatacaq bu video. İnşallah başqa bir videoda inşallah